Müharibə kişi işidir deyirlər, amma 2-ci Dünya müharibəsində qadınların dərin izləri, əvəzsiz rolları var. Bu dövrdə minlərlə Azərbaycanlı qadın könüllü olaraq müharibəyə qatılıb. Onlar cəbhəyə yalnız silahla deyil, qürurla yollanıblar. Həm ana, həm bacı, həm də döyüşçü olublar. Bu cəsur qadınlardan biri snayperinə sarılıb döyüş meydanına atılan Ziba Qəniyeva olub. O, sərrast atıcılığı və sarsılmaz iradəsi ilə düşmən üçün görünməz təhlükəyə çevrilib. İlk Azərbaycanlı qadın hərbi pilot Züleyxa Seyid Məmmədova isə döyüşlərdə səmanı fəth edən qadınlardan biri olub. O, rəşadəti ilə qələbəyə göylərdən yol açıb. Hərbi həkim Aliyə Rüstəmbəyova partizan dəstələrində çiyin-çiyinə döyüşərək müharibənin ən çətin anlarında belə fədakarlıqla xidmət edib döyüş ruhunu canlı tutub. Tibb bacısı Fatma Səttarova güllə yağışı altında belə qorxmadan irəliləyib, özünü təhlükəyə ataraq yaralılara daim kömək edib və müharibənin gizli qəhrəmanlarından birinə çevrilib. Bu cəsur qadınlar mübarizələri ilə tarix yazdılar və gələcək nəsillərə nümunə oldular. Röya Salmanova, Səhər Çağı.